Hər vaxtınız xeyirli olsun. Marketing Talks'un daha bir buraxılışı ilə yenidən qarşınızdayıq. Baxmayaraq ki, yay mövsümüdür, biz yenə də davam edirik. Düzdür, arada bir fasilələr veririk, amma bu da düşünürəm ki, biz bağışlaya bilərlər də. Bu təşkilatlanmaq üçün, həm də ki, hər vaxtınız xeyir yeri gəlmişkən. Bəli. Təşkilatlanmaq üçün lazımdır. Mövzuları seçirik. Bəzən elə mövzu olur ki, birdən-birə bir aktuallıq, partlayış olur və planlarımızı dəyişəsi oluruq. Qonaqlarımızı planlamışdıqsa onları ertələyirik. Sonra bu mövzuya uyğun bir... Əslində elə bugünkü buraxılış da məsələ oldu. Ani qərarla oldu və mən biraz sosial mediadan uzaq durmağa çalışırdım öz aləmimdə. Yəni sonra baxdım ki, yox, gündəm nəsə başqa bir mövzu ilə çalxalanır. Və girişi də belə bir şeylə vermək istəyərdim ki, artıq biz rahat bir şəkildə bunu tövsiyə edirəm, bunu istifadə edin, mən istifadə etmişəm deyə sadəcə bir deyə bilməyəcəyik. Bunun artıq qanunla tənzimlənir. Ehtiyatlı olun markalar üstündə. Yox. Qanunla tənzimlənəcək və bu işin sonunda cərimə belə var. Amma yaxşı, indi cərimələr hər şey çox gözəl başa düşürük, amma bu məsələnin necə deyirlər, o belə biraz bənzətmə eləsəm, hüququn soyuq tərəfi ilə sosial medianın o isti alovlu trendini, həyatını ortaya mərkəzə gətirməyə çalışdıq və bugün iki qonaq dəvət elədik ki, hər kəs öz tərəfindən şərh versin. Görək axı nədir bu reklam qanunlarındakı dəyişikliklər, hansı şəkildə sərf edəcək? Çox maraqlıdır ki, sosial mediada fərqli baxışlar görürəm. Niyəsə çox bilmirəm, bəlkə də bu mənim öz şərhimdə, amma sevinirlər sanki ki, yaxşı oldu influencer. Onsuz da influencerlar, hansı ki, keyfiyyətli influencerlar, özlərinin vöyən hesabı var idi və şirkətlər də məhz o vöyən hesabından işləyirlər. Amma indi necə olacaq, proses necə dəyişəcək, kimlər ortada qalacaq, kimlər çəkiləcək, bazardakı qiymətlər necə olacaq, proses necə gedir, bugünkü qonaqlarımızla müzakirə edəcək. Bir də ki, mən bir əlavə eləyərdim, hər yaranan bir qanunda dəyişikliyi ilə bağlı ancaq elə neqativə köklənmək, ay yıxıldıq, ay kəsdilər, ay qoyma. Hər halda pozitiv tərəfləri də çoxdur və məncə buna da toxuna bilərik bu buraxılışda. Razıyam. O zaman qonaqlarımızı təqdim edeyim. Bugün iki qonağımızı birdən sizə onsuz da görürsünüz, altında yazmışam. Mən də elə bir şey nədirəm ki, bir sürpriz saxlamışam. Amma yenə də Fərid bəy, xoş gördük sizi. Aris bəy, xoş gördük sizi. Hər ikinizə də təşəkkür edirəm. Çox sağ olun ki, bizim təklifimizi qəbul etdiniz. Bilirəm, bu məsələ ilə bağlı hər ikinizə də belə müraciətlər var, artıq çıxışlarla bağlı. Fərid bəy, axır ki sizi tutdum. Axır ki sizi tutdum da, yəni. Çox sağ olun. Məncə yerində tutdum, amma maraqlı bir mövzu olur. Yaxşı bir mövzu oldu həqiqətən də. Bugün mövzumuzu sizinlə blogerlər tərəfindən, influencerlər tərəfindən, daha doğrusu qanunda yazılan rəqəmsal platforma təsirçiləri, düz dedim də, səhv etmirəmsə. RPT. Rəqəmsal platforma təsirçilərindən danışacaq. Sizinlə isə hüquqi tərəfindən müzakirə eləyəcəyik. Çünki bir çox məqam qaranlıq qalır. Mən hiss edirəm ki, bu gedişatda elə olacaq ki, mən susacağam. Bilirəm ki, Fərid bəyin o sorğuları, sualları çoxdur və ümid edirəm ki, bugün bizi izləyənlər bu podkastdan faydalana biləcək. Axı nədir bu qayda qanunlardakı dəyişikliklər? Hansı qanunlar bizə hansı sərhəddi tanıyırlar? Yoxsa bəlkə əksinə işimizi rahatlaşdıracaqlar? Bu mövzu ilə bağlı danışaq. Amma bu cümləni mən demək istəyirəm. Ola bilər izləyicilərimiz tanımırlar birbaşa. Hə. İstəyərdim ki, siz özünüzü təqdim eləyəsiniz. Bəli, unutdum deməyi. Bu cümləni qoy mən deyim. Adətən nəyə uyğun olaraq sizi tanıyaq. Okay, sizdən başlayalım. Buyurun Fərid bəy. Yaxşı, mən başlayayım. Fərid Pərdəşünas, gəzən reklam, influencer, texnobloger, Mətbuat Şurasının İdarə Heyətinin üzvü. Bu qanun tam sizə görədir. Teknot medianın təsisçisi, yəni belə mövqeləndirirəm. Texnoloji məsələlərlə bağlı daim aktiv ictimai fikirlərim olur. Eyni zamanda gündəm məsələləri ilə bağlı da sıx danışıram. Sosial mediadan tanıyırlar məni. Əla, şad olduq. Mən Aris Badov, EGA Consulting Company-də hüquq departamentinin rəhbəriyəm. Xüsusilə də bu sahədə əqli mülkiyyət və reklam qanunvericiliyi sahəsində ixtisaslaşmış hüquqşünasam. Əla, sizi də tanıdığıma şad oldum. Çox sağ olun. Və elə isə başlamaq istəyirəm. Mən birbaşa mətləbə keçəcəm. Ümumi bir gedişatla bağlı əvvəlcə sizin fikrinizi, hər ikinizin fikrini öyrənmək istəyərdim ki, bu qanunların tətbiqi yığcam bir fikir. Əlbəttə ki, bu bir geniş bir sualdır ətrafında. Bu qanunların tətbiqi yaxşı mənada nəyə təsir edəcək? Hələ pis tərəfindən keçmirəm. Məncə neqativ yoxdur. Hər halda dövlət tərəfindən təsdiqlənibsə, bir şey bilirlər ki, təsdiqləyiblər. Yəni
Ümumi mənada belə götürməliyik ki, bu qanunun əsas məqsədi ondan ibarətdir ki, reklam bazarında şəffaflıq təmin olunsun. Şəffaflıq. Şəffaflıq nədir? İstehlakçı hüquqlarının gözlənilməsi. Yəni istehlakçılar hər hansısa bir məzmunu izləyəndə onun orqanik, yəni təbii yoxsa reklam məzmunu olduğunu ayırd edə bilsinlər. Məsələn, hər hansısa bir influencer götürək mən bir məzmunu paylaşıram. O məzmunda reklam yerləşdirməsi varsa, istehlakçılar istehlakçı hüquqi olaraq onun reklam olduğunu bilməlidirlər və şəxs bunu bəyan eləməlidir. Reklam dünyasında bütün məsələlər bu formada çalışır. Televiziyada bir reklam verirsiniz, radioda bir reklam verirsiniz, sponsorluq edirsiniz. Bunlar bilinməlidir onun reklam olduğu. Reklam üçün blok olmalıdır, reklam üçün placement yeri olmalıdır, reklam verənin adı, hüquqi şəxsin deyək ünvanı, vöyünə hər şey bildirilməlidir. Lisenziyası varsa lisenziyası. Bu günə qədər bunlar var idi. Yəni televiziyada görülür, radioda səslənirdi. Bəli. Amma artıq bunların sosial mediaya gəlişini də qanunvericilik səviyyəsində gördük. Yəni qısa olaraq bundan ibarətdir. Hə, neqativ tərəfləri onu verilişin gedişatında izah edəcəyin hələr olacaq. Kimə görə, nəyə görə Hə, neqativ? kimə görə və nəyə görə? Bəli, Aris bəy. Hüquqi cəhətdən ümumiyyətlə belə qeyd edeyim ki, biz buna məhdudiyyətlər kimi baxmamalıyıq. Bu əslində yəni qanunverici tənzimləmədir. Bu hal-hazırda bir bazar var idi və xaotik idi. Qanunvericiliklə bu bazar tənzimlənmiş oldu. Və bunun indi verilişin gedişatında biraz da danışarıq. Bu biraz daha bunun mənbəyi bu gün deyil. Əslində Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi, yəni rəqabət qanunvericiliyi Azərbaycanda artıq qəbul olunandan sonra, yəni bu belə deyim, hüquq cəmiyyətində bu gözlənən məsələ idi ki, bu hissəyə nə vaxt çatılacaq o hissəsi idi. Yəni ümumi mənada budur ki, bu əslində bazarın tənzimlənməsidir, heç kimə məhdudiyyət, yəni məhdudiyyətlər gətirilmir. Sadəcə bazar tənzimlənir hüquqi cəhətdən. İndi gedişatda biraz daha detaylı məlumatlar verərəm. Mənim bir sualım yarandı bu bəyan etmək məsələsinə dediyiniz kimi. Məsələn, lifestyle influencerlar var da, onlar az qala həyatlarında elə hər saniyəsində product placement edirlər. Məhsul sərgiləyirlər, məsələn, əyinlərində, nə bilim, çantası, geyimi, nə bilim, falan peşməkan. Bəzən onu elan bəyan eləmirlər, amma təbliğatını aparırlar. Yəni İndi onlar necə davranacaqlar çox maraqlı. Deyəcəklər ki, mənim əynimdə filan markadandır və ya mənim əlimdə filan markadandır. Gərək hamısı. Yəni onda bütün hekayə bölməsi vöyünlərlə dolu olmalıdır məntiqlə, amma burada bir şeyə ayırmalıyıq. İstifadəçinin rəyi başqadır, reklam başqadır. Qanun belə deyir ki, yəni bu RPT dediyimiz anlayış, rəqəmsal platforma təsisçisi kimdir? Öz istifadəçi kütləsinə müəyyən ödəniş və yaxud da imtiyaz qarşılığında nəyisə reklam edən. Məsələn, mən bu gün Fərid pərdəşünas olaraq, məsələn, bu köynəyi geyinirəmsə və bu brend haqqında şəxsi fikrimi bölüşürəmsə, bu mənim istifadəçi təcrübəmdə ola bilər. Yox, əgər mən bu köynəyi reklam etmək üçün şirkətdən ödəniş almışamsa və bunu istifadəçilərə təqdim edirəmsə, bu artıq reklamdır. Bəs necə aşkar olunacaq o? Bunun aşkar olma mexanizmi əslində bəzən heç bəyan da eləmir. Yəni geyinmişəm, məsələn, indi marka adı çəkmirəm, filan markadan. Yəni bu dövlət vergi xidmətinə gedir çıxır məsələ. Çünki indi mən bu hissəsinə bir şərh verim. Əslində dövlətin və ya həmin aidiyyəti qurumun vəzifəsi onu aşkar etmək deyil. Aşkar eləməklər adətən kiminsə şikayət eləməsi ilə, kiminsə buna münasibət bildirməsi ilə bilinən məsələdir. Yəni orada qurumda oturub belə Instagramda ona baxmırlar ki, məsələn bu onu paylaşdı, bu onu geyindi. Belə bir yəni ümumiyyətlə yəni hüquqi mexanizmdə belə bir sistem yoxdur. Bunun hansı ki burada nədir? Mən bu qanunvericilik olaraq bu hissəsini qeyd edeyim ki, burada Rəqabət Məcəlləsinin 19-cu bir də 23-cü maddəsi var, haqsız rəqabət. Əslində reklam haqqının da qanunu bu 26-1-i, yəni bu yeni əlavə olunan qanunvericiliyə o qanunun o hissəsinin tətbiq olunma hissəsidir. Orada hansı ki 19-cu maddədə Rəqabət Məcəlləsinin 19-cu maddəsində haqsız rəqabətləri sayır. Onlardan biri də hansı ki mənbəyi və mənşəyi məlum olmadan reklam paylaşmaqdır. Bir də mən bu hissəsinə hansı ki biz deyirik vöyünü qeyd olunmalıdır, necə olmalıdır. Burada məsələ yəni bunun istehlakçılara baxan hissəsi çox azdır. Çox cüzi bir istehlakçıya baxan hissəsi var. Əslində bu reklam verənin, hansı ki hüquqi şəxsin, müəssisənin, onu paylaşanın dövlətin əsas mexanizması onun üzərindədir. Yəni influencerlar burada yəni əsas subyekt deyil. Əsas subyekt burada hal-hazırda reklamı verəndir.
Hansı ki bizdə reklam haqqında qanun pozuntusu, həm cinayət məsuliyyəti var, hansı ki xeyli miqdarda zərər vurarsa cinayət məsuliyyəti var, inzibati məsuliyyət var. Bir də rəqabət məcəlləsi qəbul olunandan sonra 77-ci maddə 77.1-də də hansı ki haqsız rəqabətə görə vurulan zərər var. Hətta onun sanksiyası daha böyükdür, maliyyə sanksiyasıdır. Orada qeyd edir ki, qərar hansı ölkə müvafiq orqan qərar verdi. Qərar veriləndən əvvəlki ilin 3% qədər, dövriyyəsinin 3% sanksiyadır, maliyyə sanksiyasıdır. Yəni bu bizə onu göstərir ki, burada əsas tərəf reklam vericilərdir. Hansı ki, siz deyirsiniz, məsələn, mobil telefonu ilə göstərdi. Burada onu göstərənin inzibati xətalarda reklam haqqında qanun pozuntusuna görə fiziki şəxslərin nəzərdə tutulan cəriməsi 30 manat 50 manatdır. Amma hüquqi şəxs 1500-2000 manatdır. Yəni yalnızca influencer yox, bu reklam verən tərəfin bəli, bir mənalı birinci hədəf odur. Çünki biz sosial mediada bu məsələni manipulyasiya edirlər və bloqerlərdə həqiqətən qorxuya düşüb influencerlar. Yəni dövlətin ümumiyyətlə marağında deyil ki, otursun bir YouTube bloqerin hansısa bir bilərzi reklam elədiyini orada izləsin, onu aşağı çıxarsın. Dövlətin prioritet məsələsi nədir? Sosial mediada qumar reklamları var, sosial mediada içki reklamları var, siqaret reklamları var. Bloqerlər aktiv şəkildə bunları təbliğ edir. Birinci bu qatdan gələcəklər, yəni bu hissələri vurmağa başlayacaqlar. Kimdir bunun reklam verəni, niyə verib, hansı qaydaları pozur, sən onu niyə yayımlayırsan? İkinci artıq dediyimiz məsələdə açıq reklamlardır. Hansı ki adam reklam edir, sövdələşməsi var, barter eləyib və yaxud da ki, hansısa bir mənfəət əldə edir onun qarşılığında. O influencerlər hədəfdədir. Onların da idarəetmə mexanizmi və nəzarət mexanizmi bildiyimiz kimi, yəni oturub kimisə ayırıb kurator olaraq influencerləri izlətmək deyil. Bu ictimai nəzarət mexanizmi ilə tənzimlənir. Məsələn, hər hansısa bir vətəndaş şübhələndi ki, bu bloqer reklam edir və orada o təqlərdən istifadə eləməyibdir. Bu arada təqlərə də gələrik məsələlərə. Onu avtomatik olaraq anti-insara şikayət edə bilər. Onlayn qaydada şikayət edir və anti-insar artıq o şikayət əsasında dəyərləndirməyə başlayır ki, bu şübhə haradan yaranıbdır. Ondan sonra həmin bloqerlə əlaqə saxlayırlar və yaxud onun vəhim məlumatlarını araşdıra bilərlər. Dövlət Vergi Xidmətinə sorğu göndərə bilərlər. Həqiqətən eqaimə vurulub buna köçürmə olunubmu? Yəni çünki bu dəqiqə Azərbaycanda şirkətlər demək olar ki, heç kəsə nağd ödəniş eləmir. Bütün bloqerlərin, influencerlərin vəhinləri var. Söhbət orta və iri səviyyədə olan bloqerlərdən gedir. Yəni bunu trek eləmək, bunu aşağı çıxartmaq dövlət üçün elə də çətin məsələ deyil. Amma indi burada belə bir maraqlı bir məqam var da, sosial media çox sürətli işləyir. Yəni qanuni tərəfi isə bunun araşdırılmalı, ortaya çıxarılmalı. Yəni bu gün paylaşılan bir şey sabah trend olur və çox rahat bir şəkildə də yayılır, artıq gündəmdə olur. O şikayət ediləsi, ondan sonra araşdırma aparsa, artıq digər o influencer başqa bir işlərə də keçib də. Yəni bu postun özündə qalır. İndi mən bir situasiyanı danışmaq istəyirəm ki, o situasiyanın üzərindən analiz edək ki, bizi izləyənlər də indi hər şey qanun, qayda tamam da biraz daha açıq danışaq. Məsələn, bir influencer paylaşım eləyir, oturub tutaq ki, deyir ki, bəli, mən bu dəftəri almışam, istifadə etmişəm, gördüyünüz kimi yazılarım da var, amma bu yazılar dediyi yerdə baxırıq ki, 2 səhifə yazıbdır. Qalan hamısı dəftərlər boşdur və şiddətlə tövsiyə edirəm ki, bunu istifadə edəsiz. İndi reklam da yazıb ora, yazıb reklam və yaxud da tərəfdaşlıq. Altında da yazıb vəhin hesabına, amma bu istifadə edib yoxsa etməyib. Bu tənzimləmə necə olur? Məsələn, qanunda var ki, istifadə etmədiyini tövsiyə edə bilməz. Bunu biz necə görə bilərik? Mən beynəlxalq təcrübəni də araşdırdım. Çox maraqlı ki, orada da məhkəməli işlər olubdu, məhz bu istifadə söhbətlərinə görə. Qanun, bilirsiniz nə deyir? Qanun deyir ki, istifadə etmədiyin məhsulu göstərə bilərsən. İstifadə etmədiyin məhsulu istifadə edilmişcəsinə göstərə bilməzsən. Yəni bunu deyir. Yəni istifadə yanılda bilməzsən. Tamam, o zaman mənə dəftər gəlirsə, mən istifadə etmirəm. Amma bu reklamda göstərirəm. Bəli, reklam tamamilə qanuna uyğundur. Amma siz istifadə etmədən desəz ki, mən bunu istifadə etmişəm, bir ayda istifadə edirəm, bundan bu nəticələri çıxartmışam, amma həqiqətdə istifadə etməmisiniz. Bu artıq qanun pozuntusudur. Bu necə araşdır? Bu axı aşkarlama sizdən soruşum əsas. Yəni hüquqi yanaşmasını deyim mən sizə. Yəni sübut etmə öhdəliyi iddia eləyənin üstündədir. Mən əgər bunu iddia edirəmsə sizə, bunu sübut etmə öhdəliyini qanunvericilik mənim üzərimə qoyur ki, bunu iddianı sübut edə. Yəni bu bizim konstitusion hüquqdur. Ona görə də burada məsələ orada 2 nüans var. Bir, qanunvericiliyin 2 tərəfi var da, bir caydırıcılıq hissəsi var. Orada deyir ki, sən əgər bunu belə eləsən, yəni vicdanlıq prinsipini orada qoruyur ki, əgər sən bunu eləməmisənsə paylaşma. Bu o deməkdir. Amma mən iddia edirəmsə, bununla bağlı hər hansı bir şikayət varsa və mən bunu sizin istifadə etmədiyinizi
iddia eləyirəmsə, bunu sübut etmək üçün sizin öhdəliyinizdə yoxdur ki, mən bunu yox eləmişəm, bunu eləyim deyə. Elə bir öhdəliyiniz yoxdur. Mən iddia eləyirəmsə, Qarşı mən tərəfində. sübut eləməliyəm ki, siz bunu istifadə eləmədən paylaşmısınız. Yəni yəni bu hissəsini qanunvericiliyin dağ kimi görməmək lazımdır. Yəni əslində yəni bu prinsip olaraq çox sadədir. Ki, yəni bunu mənim istifadə eləmədiyimi sübut eləyirsənsə, məsələn deyək ki, hər hansı bir şampunun reklamı gedir də. Nə edir? Başın yuyur. Faktiki istifadə elədir. Orada sən daimi istifadə edirsən, az istifadə edirsən, çox. Bunu orada hər hansı bir norma yoxdur bunu tənzimləyəcək. Ona görə mən onu iddia edirəmsə, sübut etmə yükü mənim üzərimdə qalmış olur. Şikayətçi tərəfdən. Bəli, şikayətçi tərəfdən. Yəni bununla bağlı məsələn bir çox nüanslar var. Beynəlxalqda da bununla bağlı məhkəmə nümunələri var. Məsələn, Almaniyada bir nümunə var idi. Şikayət ediblər. Şikayət edir ki, yəni elan eləməyib ki, mən bunu reklamdır, qarşılıqsız gəlib. Yəni bu iyanə üsulu gəlib ona, o da reklam paylaşıbdı. Ondan sonra hətta Almaniyada həmən vaxtı əvvəl bütöv nəzərdə tuturdular. Orada qanunvericiliyə ayırdılar. Dedilər ki, pulsuz gələnlə reklam qanunu ayrıdır, pulla alandan başqadır. Məsələn, başqa ölkələrdə bu formada tənzimlənməyib, amma Almaniyada artıq bunu da ayırdılar ki, bu yəni hər hansı bir ödəniş eləməyib, amma mən məhsulu göndərmişəm, mən də məhsul reklam eləmişəm. Əslində ədalətdir də. Yəni zaten reklamın da özünün tərifində var ki, pullu elandır. Əgər bu da yaxşı sualdır. Yəni pulsuz Bəli. Barterdirsə bu özlüyündə imtiyaz yaradır. Yəni məsələn bloqerlər var ki, avtomobili barterlə əldə edirlər. Bəli. Amma bu da reklam Nəinki qanunlarına hal-hazırda bəli, girəcək. Hal-hazırda girəcək. Çünki orada bir mənfəət var, bir qarşılıq var və bunlar da reklam təqi ilə o tutalım ki, avtomobili bölüşməlidirlər. Bəli. Yəni bu artıq gələcək mövzusu ki, buna ayıra bilərlər, ayıra bilməzlər, amma hazırki qanunvericilik bunu tələb edir. Bəlkə birinin indi yenə deyirəm, o da biraz belə mücərrətdir. Bəlkə birinin dostunun obyektidir. Oturub orada restoranda loqosu arxasında görsənir, falan eləyir, amma bunun qarşılığında heç bir ödəniş almır. Nə bunu sübut eləmək olur, nə də sübut etmək olur. Yəni yenə də burada nəyə baxmaq lazımdır? Həmin şəxs cəmiyyət ictimaiyyət tərəfindən tanınan şəxsdirsə, onun oturduğu yer, oturduğu obyekt, oturduğu restoran nədirsə, ora onun oturmağı ilə ictimaiyyətdə xüsusi yer tutursa, artıq o xüsusi paylaşımlarda ona diqqət eləməlidir ki, yəni orada otursa da bu artıq reklam statusuna girmiş olacaq. Ona qarşı iddia qaldıra bilərlər. bilərlər. Pulunu alsın, reklam eləsin. Yəni onun nədir bu məsələ nədir? Ona qarşı iddia qaldıra bilərlər ki, bəli, sən onun reklam bu da nə etməlidir? Bu da onu sübut eləməlidir ki, mən yəni qonaq çağırıb ad məqsədim bu günüdür. idi. Bununla bağlı başqa bir yəni indi beynəlxalq təcrübədə belə şeylər çoxdur. Azərbaycanda yoxdur. Çünki bizə yeni gəlib bu məsələ. Məsələn, şirkət sahibi iddia var idi. O sübut eləyir hansı ki aldığı qəbzdir, nə bilim istifadə elədiyi vaxtı çəkilişdir. Bir çox material ortaya qoyub ki, mən bunu istifadə eləmişəm və ya mən bu məqsədlə bura getmişəm. Ona görə məhkəmə yekunlaşdırıblar. Yəni məhkəməni xitam eləyirlər həmin hissədə. Yəni orada birsiz məsələ nədir? Biz bloger termini, ümumiyyətlə influencer anlayışı nədir? Nəyisə istifadə edib öz təcrübəsini bölüşmək. Yəni blogerliyin mahiyyəti budur. Yəni bu reklam qanunu o blogerliyin mahiyyətini öldürə bilməz. Bəli. Yəni sən travel blogersənsə, bir hava yolu şirkətinin təyyarəsinə minib uçacaqsan, bir oteldə qalacaqsan nəhayətində və ya texnoblogersənsə, bu saat haqqında danışacaqsan, bunun adını çəkəsən və qanun da o istifadəçi təcrübəsinə gəlib müdaxilə edə bilməz, eləməyəcək də. Yəni bu o peşəni öldürmək deməkdir artıq nəticədə. Yəni bütün dünyada bu belədir. Qanun o halda müdaxilə edir ki, sən qarşılıqlı əməkdaşlıq edirsən. Mən bu gün bu saatı Samsungdan ödəniş alaraq da reklam edə bilərəm. Burada artıq təqin göstərməliyəm. Və yaxud da ki, bir texnobloger olaraq qlobal brenddir, onun yeni cihazı var, onun haqqında öz təcrübələrimi də bölüşə bilərəm. Artıq qeyd olunan kimi, burada onun reklam olub olmadığı o imtiyazla tənzimlənir, müqavilə ilə tənzimlənir brendlə influencer arasında. O da artıq məhkəməyə gedəndə, məhkəmə o işi araşdıranda ortaya çıxır. Bəli. Tərəflər bir iddiaçı öz iddiasını sübut eləməlidir. Mən də məsələn öz təqsirsizliyimi sübut eləməliyəm ki, bu reklam deyil idi. Mən məsələn bunu öz istifadəçi təcrübəmə əsasən paylaşmışam. Sübutlar təqdim olunur və məhkəmə qərarı verir. Və bu da yəni hər influencerin postuna dövlət müdaxiləsi olmayacaq. Yəni elə düşünülməsin ki, yüzlərlə məzmun çıxır ortada. Və mən baxıram artıq influencerlər də əməl eləməyə başlayıb da, ən azından təqi yerləşdirirlər orada. Elə biraz da o təqlərdən danışmaq istəyirəm. Reklam, sponsor,
tərəfdaş. Dünya təcrübəsində də bu var. Ads, sponsorship, partnership and sponsor Paid belə bir şey. partnership. Paid partnership. Və bu şeylərdə ayrılmaq məsələsində. Yəni tutaq ki, biz deyirik ki, sponsorludur, pulunu alıb, reklamda da onsuz da ödənişini almış etmiş olur. Yoxsa çünki bu üç anlayış əslində bir yerə gəlib çıxır. Yenə də nəticədə bu bəyan etməlidir ki, mənim sizə təqdim etdiyim bu məhsul mənə ya gəlib, ya almışam, ya tərəfdaşlıqla etmiş olur o. Tərəfdaşlıqla reklamın, sponsorluğun, bu üçünü niyə ayırırıq? Okey, dediyim kimi hədiyyə gəlirsə, tərəfdaş sayılır, yoxsa sponsorluq ödənişlidir? Mən bilən reklam haqqında qanunun səhv eləmirəmsə 13-cü maddəsidir. Sponsorluq haqqında anlayış verilir. Yəni sponsorluqla bu tərəfdaşlıq ayrılır. Sponsorda əmtə olaraq əmtəyə iştirak edə bilməz. Bir layihənin sponsoru sadəcə səhv eləmirəmsə brend adından iştirak edə bilər. Yəni əmtə reklamı ola bilməz. Yəni bu anlayışlar biraz fərqlidir. Bunun hüquqi tərəfini aydınlaşdırmaq lazımdır birinci. Okey. Yəni qanun sponsorluğu ayırır. Reklam haqqında qanunda sponsorluq ayrıdır. RPT-lər haqqında olan məzmun 26.1 ayrıdır. Yəni orada bir O zaman paylaşımdakı o təqlər diqqətli olmaq lazımdır. Yenə də hər şey reklam, məsələn, hər şey sponsor deyil. Teknotda layihə var ki, sponsorda Azersen sponsorluğu ilədir. Burada heç bir əmtə reklam olunmur. Azersenin heç bir məhsulu reklam olunmur. Sadəcə brand placement eləyir ki, bu layihə sosial məsuliyyət çərçivəsində mənim sponsorluğum tərəfindən olunur və reklam haqqında qanun deyir ki, bu sponsorluqsa sponsorluq sözü istifadə olunmalıdır. Konkret sponsorluq sözündən deyil. Amma RPT-lərdə artıq əmtəyə girir məsələyə və 26.1 ilə tənzimlənir. Yəni orada əsas məsələ 26.1-in əsas təsir dairəsi xidmət və məhsullardır. Yəni əmtə mən anlaşılan formada deyim. Orada məsələ yəni orada artıq istehlakçıya birbaşa olaraq ya xidməti təqdim eləyirsən, ya da ki hər hansı bir məhsulu ona tanıdırsan, o məhsuldan istifadə eləyir. İstifadəçidir artıq. Yəni sponsorluqla digəri bu mövzuda ayrılır. Yəni Fərid bəyin qeyd elədiyi kimi sponsorluğa reklam haqqında qanunda ayrıca şərh verilir. Ki artıq yəni təkrara ehtiyac olmasını dedim. Yəni orada sponsorluğun nüansı ilə 26.1-in təsir dairəsi tamamilə ayrıdır. Bir dənə də sualım var əslində bununla bağlı, belə bir fikrimi toparlayamadım. Sualımı fikirləşdim deyə oxudum ona görə. Hədiyyə məsələsinə toxunmaq istəyirdim ki, hədiyyələr də gəlir də. İndi Fərid bəyə daha çox bu tərəfini. Yadıma düşdü, üzr istəyirəm. Yaradıcı tərəfini soruşacağam. Deyirəm axı nəsə soruşacağam. Reklam hər şeyi başa düşürəm, amma sosial mediada belə bir trend var da. Yəni mənim blogerim reklam eləmir də. Deyirsə, paylaşım eləyirsə, mən ona güvənirəm. Reklam edir, bu da reklama keçdi, o da reklama keçdi. Bir şey yaradır. Bir etimadsızlıq mı deyim, nəsə. İndi bu qaydanın, bu qanunların qüvvəyə minməsi və blogerlərin, influencerlərin də bu paylaşımlara mütəmadi olaraq reklam, altında VN, nə bilim, ata adı, telefon nömrəsi, varsa uyğunluq sertifikatını yazması yaradıcılığı nə qədər öldürəcək? Blogerlərlə izləyicilər arasındakı bu etimadı necə qoruyacaq? Çox təsir edəcək. Çünki əvvəllər bunlar müxtəlif hekayələrin arasına, paylaşımların arasına sığışıb gedirdisə, indi artıq bəzi blogerlər var ki, hekayəsinə baxırsan, ancaq reklam taqinə olan paylaşımlardır. Və izləyicidə artıq etimadsızlıq yaranır ki, bu adam ancaq hansısa məhsul reklam eləyir. Təbii ki, influencerə reklam eləmə deyə bilməzsən. Bu adam hardansa pul qazanmalıdır. Efirlər də bu məntiqlə işləyir, radio da bu məntiqlə işləyir. Yəni reklam ekosistemi var, reklam bazarı var. Yəni onlar reklam eləməsə ayaqda qala bilməzlər. Amma artıq influencer orada özü qərar verəcək ki, mənim məzmun strategiyamda, bir aylıq məzmunumda reklamın payı nə qədərdir, orijinal məzmunun payı nə qədərdir. Və artıq bu görünməyə başlayır. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, bunu göstərsin. Kim nə qədər reklam eləyir, kim nə qədər orijinal məhsul yaradır. Yəni istehlakçı hüququnu elə burada gəlib çıxırıq ki, bir istehlakçı bilməlidir ki, mənim izlədiyim blogerin mənə göstərdiyi o onun şəxsi təcrübəsi, şəxsi məsləhətidir, yoxsa reklamdır. Yəni bu qanun total mahiyyəti bundan ibarətdir. Yenə də çox qəşəng səlis izah edirsiniz. Amma yenə də orada bax o uyğunluq sertifikatının yazılması, VN-in yazılması, reklamı başa düşürəm, amma bütün bu məlumatların orada qeyd edilməsi ki, mən də səhər-səhər bəndə oxuyurdum, orada əlaqə nömrəsinə qədər yazılmışdı ki, mütləq vurğulanmalıdır. Bu istehlakçıya nə verəcək? Burasına mən aydınlıq gətireyim. Bu əslində
mən bunu nümunə ilə izah edeyim mən sizə, Bəli. daha rahat bəlkə aydın olar. Burada tələb olunan eyniləşdirmə nömrəsi, yəni VÖN-i və ya məlumatı hüquqi şəxsində, influencerin deyil, hüquqi şəxsin Bəli. eyniləşmə nömrəsidir. O istehlakçıya, məsələn, bizim təcrübədə belə bir məsələ var idi. Türkiyə şirkətidir. 10 ildən çoxdur Türkiyə bazarında xidmət göstərir. Əqli mülkiyyət hüquqlarının əmtəyə nişan alıb, bazarda, öz bazarında, daxildə bazarda məşhurdur. Azərbaycandan da bir iş adamı və ya bir o sahədə belə deyim, girişimci baxır ki, tanış olur məhsulundan, görür ki, orada necə lazımdır işləyir. Götürür onun eyni əmtəyə nişanını, eyni loqosunu kopyalayır. Bu Azərbaycanda əqli mülkiyyət qeydiyyatdan keçirir, onu burada tanınmaz olmadığına görə. Sonra başlayırlar onu məhsulu reklam eləməyə. İstehlakçı da artıq bu məhsulu bilir, Türkiyə bazarından görür, eləyir. Bu məhsulu alır. İndi alır, ondan sonra şikayətlər başlayır ki, bu eyni məhsul deyil. Çünki həmən addan başqa bir ölkədə istehsal etdirib gətirib Azərbaycanda satır məhsulu. Yəni fikirləşin, Türkiyə bazarında böyük bir payı olan şirkət Azərbaycanda gedən prosesdən təxminən 5 il sonra xəbər olur ki, Azərbaycanda bunun adı ilə artıq yəni açıq bazarlarda məhsul satılır. İstehlakçı da bunu tanımır, onu tanıyır. Çünki tanınmış marka odur, kanallardan görür, onu alır. Bu da reklam eləyir. Bu da davamlı həmən markanın sosial şəbəkələrdə hər yerdə reklamı gedir. Alır, şikayət gedəndən sonra müəyyən olunur ki, burada satılan məhsul onun məhsulu deyil. İndi ona görə bu istehlakçıya bunu verəcək ki, oradakı yazırıq bu hansı MMC-nindir. İstehlakçının o əgər gözü açıq bir müştəridirsə, gözü açıq olmasa onsuz da bilməyəcək orada. Gözü açıq müştəridirsə müəyyən edəcək ki, bu məhsul o məhsul deyil. Bunu müəyyən eləmiş olacaq. Yəni istehlakçı orada yenə rəqabət haqqında qanunda müəyyən olunan aldanmaması. Çünki qanunun mahiyyəti bundan ibarətdir. İstehlakçını aldatmayacaq. Ona görə bu ona verəcək. Yəni bunun elə bil ki, VÖN-ü, eyniləşdirmə nömrəsi və ya sertifikatının yazılması istehlakçıya bunu qazandıracaq. Amma burada yenə deyirəm, əsas oradakı məlumatların olmasının istehlakçıya və ya influencera çox təsir olmayacaq. Nə mənada? Orada əsas hədəf və ya əsas yönəlmiş sahə o reklamı verəndə, o məhsulu istehsal edəndə, o xidməti verəndədir. Məncə biraz orada qanun da çox yüklüyübdür influencerlar. Məsələn, Türkiyə qaydasında belə deyil. Türklər sadəcə işbirliyi olaraq elan eləyirlər bir hashtag və bu hüquqi məlumatlara ehtiyac olmur. Çünki bu hüquqi məlumatlar çox müzakirəli məsələlər yaradıb, gətirir ortaya çıxardır. Nə mənada? Bu birincisi ümumiyyətlə bu qanun sadəcə bir neçə maddədən ibarətdir. Bunun detalları hələ ki təsvir olunmayıb. Qaydalar yoxdur bunun əsasında ki, bu harda yerləşdirilməlidir? Videonun içində də olmalıdırmı, yoxsa təsvirində də olmalıdırmı, yoxsa mən bir hekayə paylaşanda bu hekayədə hüquqi məlumatları yerləşdirməliyəm? Yoxsa mətndə olmalıdır. Televiziya təcrübəsində reklamın sonunda uyğunluq sertifikatı və bütün məlumatlar verir. Reklamın sonunda o packshot hissəsində olur. Bəli, məsələn mən ötən dəfə dünən bir reklam yerləşdirmişəm. Səhifədə reklam yerləşdirdim, yəni video reklamdır, daxilində product placement var, reklam deyil, məzmundur. Sonda isə bütün keçidləri vermişəm, VN məlumatı və s. qeyd eləmişəm. Artıq bunu hekayəmdə paylaşanda mən onları yenidən yazmadım. Yəni onsuz da burada keçid var. Yəni vətəndaş keçib baxa biləcək. Qanunda da səhv eləmirəmsə, orada qeyd olunur ki, keçidlə təmin eləmək olar, yəni o məlumatları. Artıq hekayə bölməsində bütün onları yazmağa ehtiyac qalmır. Çünki hekayə bölməsində siz artıq bütün o məlumatları yazanda ümumiyyətlə hekayəniz də olacaq və influencer orada öz şəxsi fikrini yaza bilməyəcək. Məhsul haqqında da yaza biləcək. Kreativlik gedir də, yaradıcılıq gedir. Əslində elə sizin sözünüzə qüvvət, Aris bəy, sizin dediyiniz məqam tam başa düşürəm. Influencera köklənməyib məsələ, şirkətlərə köklənib. Amma burada yenə də bir növ dırnaq içində zərər çəkən influencer olur da. Hə, biraz əziyyət çəkən influencer olur. İş yükündən də əlavə insanlar reklam istəmir. İnsanlar real səmimilik istəyir. Hər postun altında o VN-i falan görəndə artıq cəşi pulunu alıb reklam eləyir. Düşüncə olmayacaq ki, bu insan onu doğrudan da istifadə edir. Baxan deyəcək ki, pulunu məsəl üçün Fərid bəy, hə, saatın pulunu verib alıb istifadə edib, indi tərifləyir də mənə ki, satış tutsun oradan və yaxud da necəsə. Bu biraz acımasızlıqdır. Yəni bilirəm, amma böyük əksəriyyət bu şəkildə düşünür. Əslində Fərid bəyin qeyd elədiyi kimi də öz işini daha ustalıqla idarə edəcək content makerlər inandıra biləcək, təsir edə biləcək. Kim ki o dediyiniz bayaq bölgü var idi, nə qədər orijinal, nə qədər reklam və s. Bu tərəflərinə fikir verməyəcək. Təbii ki, mən sizə hələ bəsit bir nümunəni deyim. Bu qanun var idi. Bu qanun reklam haqqında qanunda gizli reklamla tənzimlənirdi. Və Azərbaycan qanunvericiliyi olmasa da Meta'nın siyasətində, Google'ın siyasətində, LinkedIn-in siyasətində bütün
məzmunlarda paid partnership anlayışı uzun illərdir bütün dünyada aktivdir. Yəni Instagram deyir ki, əgər məhsul reklam edirsənsə, bunu qabaqcadan bəyan elə və o brendi paid partnership olaraq vurğula. YouTube deyir ki, əgər bu sən YouTube videonda bir məhsul yerləşdirməsi etmisənsə, orada advertorial seçimi var, ortaqlıq paylaşım və yaxud məhsul yerləşdirmə. Bunu aktiv elə, YouTube videosunun altına bildiriş çıxır. Yəni bunu Azərbaycan qanunvericiliyi tənzimləmədən əvvəl qlobal platformalar öz siyasəti ilə tənzimləyirdi. Bəs qlobal platformalar buna nəzarət edirdimi? Yox, eləyə bilmirdi. O halda ki, sən qlobal platformaya şikayət yazırdın ki, Fərid Pərdəşünasın Samsungdan reklam almasına şübhəm yaranıbdı. Bunu sübut eləyə bilsən YouTube-a, YouTube məni bloklaya bilər, videomu silə bilər. Mənim və yaxud da ki, hansısa sanksiya ilə təmin eləyə bilər. Eyni məntiq indi dövlətdədir. Yəni YouTube-a şikayət eləməyəcək, dövlətə şikayət edəcək. Bu aralar elə hiss edirəm. Yəni İnsanlar kalan 15-ə şikayət yaxın edəcəklər. influencer şikayət olunubdur məndə olan məlumatlara görə. Artıq başlayıblar. Artıq başlayıb. Bu bazarın tənzimləmə sitəsində. Yəni bu bazar bu formada, yəni dövlət qanunvericilik aktı çıxarır. Ondan sonra bazarda bunun anlaşılma prosesi gedir. Ondan sonra bazar öz-özünü tənzimləyəcək. Yəni bu elə bil ki, Azərbaycan əslində bura bu yəni gec qoşuldu məsələyə. Yəni hansı ki Türkiyə 2021-də qoşuldu. İndi yəqin ki böyük ehtimal ki bu yaxın günlərdə biz gözlədiyimiz odur ki, Nazirlər Kabineti etik kodeks artıq influencerların etik kodeksini hazırlayacaqlar. Yəqin ki indi biraz onun hal-hazırda çalışması da gedir. Çünki bunun əgər tənzimlənməsə etik kodeks müəyyən olmayacaq. Yəni yenə çaşqınlıq yaranacaq, yenə insanlar düşünəcək ki, yox mən düz elədim. Yəni orada yəni o çərçivə yəqin ki bu yaxın günlərdə müəyyən olunacaq o da. Bayaq bir sualım var idi, mən istəyirəm o sualı mən buyurun, vereyim. Ki birinci növbədə influencer olmağı ilə bağlı bir meyar məsələsi. Məsələn, bayaq sual verdiniz, misal üçün 100, 500, 1000-dən çox izləyicisi var, nə bilim filan peşməkan. Məsələn, xarici təcrübədən bir misal gətirim. Səhv eləmirəmsə, bu Çindədir, səhv etmirəmsə, media təmsilçisi xüsusi lisenziya verilir. Ki sən bir media təmsilçisisən və influencer olaraq lisenziya almısan və bu fəaliyyətlə məşğul ola bilərsən. Belə bir qurum var. Yəni şərq ölkələrinin bizdə də. Şərq ölkələrinin birində belə bir təcrübə var. İndi bu lisenziyanı bizdə bu lisenziya verilir, verilmir. Bizdə media reyestri verilir, mediaya verilir və jurnalistlərə verilir, blogerlərə verilir. Blogerlərə verilmir. İndi o məsələnin o tərəfinə gəlirəm. Əgər ortalıqda bu lisenziya yoxdursa, bu adam influencer deyir, hardan bilinəcək, necə bilinəcək? Yəni tutaq ki də yəni, min izləyicisi var, amma əslində yenə qanuna bağlı. Qanun nə deyir? Qanun deyir ki, əgər sosial media təsir gücündə müəyyən bir əməkdaşlıq qarşılığında hər hansısa bir məhsulu reklam edib onu öz izləyici kütlənə göstərirsənsə, bu düşür qanun təsirinə, RPT-yə. Çünki orada artıq müəyyən eləmir ki, sən bunu 1000 izləyiciyə təklif elədin, 1 milyon izləyiciyə təklif elədin. Mahiyyət odur ki, sən pul aldın, hər hansı bir şirkətdən. Sübut eləmək çətindir yəni. Yəni mən 1000 izləyicim var mənim, məsələn deyirəm də, ya lap 5000 izləyicim var, amma mənim heç bir lisenziya ilə bir şeyim yoxdur, öhdəliyim yoxdur, heç bir şeyim yoxdur. Mən yenə deyirəm, hansısa bir formada məlumat istədiyim formada paylaşa bilərəm. Qısa olaraq sizlə izah edə bilərəm bunu. Yəni o kiçik səviyyəyə qədər düşmək bilirsiniz nəyə bənzəyir? Hər hansısa bir meyvə satana gedirsiniz, kart-kart əməliyyatı eləyirik sizdə bazar. Hər yerdə var da bu, yəni bilinən bir şeydir. Yəni dövlət o səviyyəyə gəlib düşür sizə ki, bütün hamını yoxlasın, bütün qara bazarı öldürsün. Eləmir. Bu dünya heç bir amma yerində şikayət ola bilər axı. Amma yenə ictimaiyyət məsələsi. Yenə də məsuliyyət şikayət. İctimai reformlaşdıracaq. O adamı, o meyvə satana kimsə gedib şikayət eləsə, dövlət vergi xidməti gəlib onu cərimələyəcək. O balaca influencer də yazıq 1000 nəfərə məhsul paylaşmışdı. Reklam aldığı sübut olunsa hər hansısa bir vasitə ilə o adam cərimələyəcəklər. Yəni bu qədər sadə. Birinci sualım, xəbərdarlıq olur sonra cərimə olur, yoxsa elə xəbərdarlıqsız cərimə? Qanunvericilikdə inzibat xətalarda belə nəzərdə tutulub. Xəbərdarlıq olunur, həmin məlumat yığışdırılır və təkzib olunur. Əgər davam eləsə cərimə olur. Oy da təkzib də var hələ. Bəli, təkzib. Bağışla reklam Bu reklam idi. Yəni o da ayrı bir söhbət ki, mən bunu paylaşmışdım, indi doğru deyil. Çox əslində mən bu arada inzibat xətalar məcəlləsi ilə tənzimlənir də, amma rəqabət hissəsində cinayət məcəlləsi də icraat edir. İndi deməli orada ümumiyyətlə Azərbaycanda qanunvericilik ağırdır da adı. Reklam qanunvericiliyi hər üçündə nəzərdə tutulub. Həm cinayət məsuliyyəti var, həm inzibati məsuliyyəti var, həm də rəqabətdə
haqsız rəqabətə səbəb olsa 77-1 ilə təsir eləyir. Yəni bir də vətən xaini çıxartmalıyım olsa. Yəni, necə olur? Məsələn, cinayət məsuliyyəti yaratmaqdan ötürü cinayət tərkibi olmasından ötürü xeyli miqdarda zərər vurmalıdır. Külli miqdarda zərər. Hə, xeyli külli dəyişir. İnzibati xəta artıq birbaşa qanunvericiliyin normasını pozduğunda tətbiq olunur. Bir də rəqabət haqqında qanunda da artıq o birbaşa haqsız rəqabətə səbəb olduğunda artıq onun sanksiyasına tuş gəlir, belə deyim. Hətta mənim bir nümunə yadıma düşür. İndi bizdə bunu demirəm ki, bizdə də tətbiq eləsinlər. O dediyiniz qaydalar var. Məsələn, əsaslı şərq ölkələrində label deyək də biz ona təqləri etməyənlər, bu ad-dir, sponsorship-dir, partnership-dir və s. ilə axır 2 ildən 5 ilə qədər həbsdə gözləyir. Müəllim durun, bunu anonsa Bizdə çıxardın. cinayət Yəni məsuliyyətində şərq ölkələrində bu blogger influencer Yəni bu məsələsində hissəsini çıxardacağam. Əslində Çindən Rəayət danışacağıq. etməyənlər. Yox, bizdə necədir? Bizdə 1 ilə qədər yaxşı ki, azadlıqdan bizdə oradan gəlməyib belə şeylər. Hə, bizdə azadlıqdan məhrum etmə cinayət tərkibi varsa, 1 ilə qədər, əgər bu küllü miqdardadırsa, 2 ilə qədər azadlıqdan məhrum etmə var. Ondan qabaq ictimai işlər var, cinayət tərkibi olanlar da var, amma inzibati xətalarda sadəcə maliyyə sanksiyasıdır. Eyni rəqabət məcəlləsində də dövriyyənin 3% çox ciddi məbləğdir fikirləşin hüquqi şəxslərə qarşı. Cərimələrdən sual verdiniz? Yox, soruşma. Mən bir dənə sual Maraqlıdır. verim. Maraqlı sualdır. Əslində özümə də maraqlıdır. Medialar var. Mediaların sosial media səhifələri. Ümumiyyətlə medialarda çıxan press relizlər var. Bəli. Onlar əslində media haqqında qanunla bir hissəsi də tənzimlənir. Bunların sosial media səhifələri 26.1-ə düşürmü? Düşmür. Orada qanunvericiliyin qanunun axırıncı maddəsində onunla bağlı ayrıca xüsusi bir ayrı şey, hansı ki media orqanı, audiovizualda lisenziya almış qurumların sosial şəbəkələrinə aid deyil. Bəli. Bəli, oradan kənarda saxlayıblar onu. Cərimələr maraqlıdır. Cərimələr nə deyir? Cərimələr belədir. İnzibati xətalarda fiziki şəxslər 30 manatdan 50 manata qədər. İnfluencerlər. Yəni influencer, bəli. Davam eləyə bilərsiniz rahat. Amma necə say tənzim? artdıqca qalxmalıdır Orada məncə. Təkrarlandıqca. təkrarlandıqca bəli, o qalxır. Hüquqi şəxslər 1500 manatdan 2000 manata qədərdir. Hüquqi şəxslərə baxan tərəfi ilə indi mən daha çox hal-hazırda əqli mülkiyyət hüququ ilə bağlı işlədiyimizə görə biz bununla çox qarşılaşırıq. Hansı ki deyir ki, mənim brendimi götürüb özü reklam eləyir, özü onunla məşğuldur. Orada artıq külli miqdarda ziyana da gedir, zərərə də gedir. Əlavə olaraq da vurduğu zərərə görə haqsız rəqabətə də gedir. Yəni sanksiyalar dəyişir. Hüquqi şəxslərdə daha çoxdur. Influencerlarda, yəni fiziki şəxslərdə 30 manat 50 manat. Həm də nəyə sevinməyə dəyər əslində müəyyən bir araşdırma elədim. Beynəlxalq bazarda bu cərimələrlə bağlı özümə də maraqlı gəldi. Məsələn, sevinə bilərik ki, başqa bir ölkələrdə ki, populyardır bu media. Bəli. Onlarda birinci dəfə üçün $12.000 falan kimi bir Hətta məbləğlər var. bəli, Hətta bəli. Məncə izləyici sayı milyon falan olanlar yəqin ki, nəzərdə tuta bilərlər də. Var, Var. o boyda əhatə olmasa da, amma bizdə də milyonluq izləyiciləri olanlar var. Bir də Amerikada məsələn $50.000 qədər cərimələr var. Amerikada Sonra bu kontekst tərəfdən baxanda məsələn o kosmetik müdaxilələri kim əgər eləyirsə, orada söhbət 300.000 avrodan, 500.000 avrodan gedir. Yəni o hansı ki müəyyən sahələr var ki, onları edə bilməzsən ya uşaqların əməyindən sui-istifadədir, nə bilim filan bu şeylər var. Yəni çox böyük cərimələr. Lisenziyasız dərman reklamları var məsələn. Əslində o məsələyə də toxunmaq istəyirdim ki, məsəl üçün mən ona tam yəni istəyərəm ki, bir izləyici kimi ki, kimsə nə bilim mazlar hazırlayırlar, yağlar hazırlayırlar, hansısa bir kosmetik məhsullar hazırlayırlar ki, mən bunu təbii tərkiblə özüm hazırlamışam. Amma bu nə Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir, nə hansısa bir qurum tərəfindən heç bir sertifikat yoxdur, sadəcə qablaşdırmada və bunu insanlara satırlar. İstər daxilə qəbul et, istər üzünə çəkmiş ol, fərqi yoxdur da. Burada tənzimləmə, yəni müştərini, istehlakçını aldatmaya məsələ üçün adam deyər ki, yox, olsun da hər bir şey. Amma bunu çıxsaq, bu sahəni çıxsaq, bir dənə reklam yazmaqla biz nə qədər güvənə bilərik ki, o istehlakçını aldatmır. Yəni bu məndə biraz şey yaradır da. Yəni biraz elə bir ki, vicdanına buraxmış kimi oluruq da. Artıq burada qanun yox, həmin şəxsin vicdanına buraxmış kimi oluruq da. Biraz məndə qaranlıq qalır bu məqam. Əslində qaranlıq deyil, çünki amma doğrudan elə gedir də. Yəni məsələn sən bunu doğru mən necə bilə bilərəm ki, sən bunu həqiqətən istifadə edirsən? Mən sənin sözünə necə güvənim tam olaraq?
Yəni o reklam təqi sadəcə reklam etdiyini bəyan eləməkdir. Aha. Məhsulun yaxşı və yaxud da ki pis olduğunu, lisenziyalı, lisenziyasız olduğunu bəyan etmək demək deyil. Şikayət Və Tamam. əgər məhsul da şübhəli gəldisə, bunu onsuz da qanun ona görə deyir ki, o əgər lisenziyalı fəaliyyət növüdürsə, onun lisenziyasını qeyd elə. Mənim demək istədiyim ondur ki, mən sənin videolarını izləmirəm. Artıq sənə keçmişəm. Sizdən sənə keçdim. Proses elə getdi. Demək istədiyim odur ki, sənin videolarını görürəm. Sən heç birində tövsiyə etmirsən. Sən sadəcə funksiyalarını bəyan edirsən. Bəli. Bu sənin Seçim izləyiciyə istiqamətindir. qalır sonda. Eyniliklə. Bu məsələ burdan artıq sən demirsən ki, gəl bu sadə al da. Deyirsən Bəli. ki, bu sadə istifadə etmişəm. Bu xüsusiyyətlərə malikdir. Əgər sən də istəyirsənsə bu xüsusiyyətləri, bu seçimdir. İstəsən ala bilərsən. Amma özün də bilirsən ki, elə blogerlər var ki, tövsiyə edir, göstərir, bunu alın, bunu eləyin, bunu et. Bu birbaşa təsirdir. Yəni burada artıq tövsiyədən çıxır və bu da az deyil. Söhbət təkcə indi bu məsələyə münasibət bildirən blogerləri demirəm ha. Onlar artıq onsuz da vəynən işləyirdilər. Onlar çox gözəl qaydaları bilirlər, qanunları bilirlər. Bir də geridə olanlar var. Hansı ki mən düşünürəm ki, onların reklam bazarda dəyərləri də artıracaqlar. Artıq qiymətlərini artıracaqlar. Bu gün tutaq ki, 1500-ə 2000-ə işləyən bloger sırf deyəcək ki, artıq mən vəyn açmışam, nə bilim buna görə əlavə vergi ödəyirəm, bunu eləyirəm, bunu 2500. Məsələn, yəni indi gəlin reallıqdan danışaq da. Bir çoxu buna istifadə eləyəcəklər. Yox? Elədir və bilirsiniz burada məsələn son dövrlərdə mən bəzi bloqerlər gördüm ki, bu adamlar tütün məhsulu reklam edir. Yəni qızdırılan siqaretdir, spirtli içkilərin reklamı gedirdi. Əslində bunlar bu qanun çıxmayana qədər də qadağan idi. Qadağan idi, hə. Amma bu adamlar yəni sona qədər deyirdilər ki, yox, biz reklam daşıyıcısı sayılmırıq. Qanunda bu müddəa yoxdur. Əslində dərinliyinə gedəndə hüquqi tərəfindən çıxartmaq olur. Bu qanunu artıq qəbul elədilər, maddə ilə yazdılar, RPT-nin təsirini verdilər ki, qardaş bax, gör, yazılıb hamısı sətir-sətir. Elədiyim budur. Sən yəni düşdün özünə buna. bloger deməm, sən də olar. Bəli, sən Demək artıq heç bir yerə fırlada bilməzsən bu maddələrdən sonra. Və artıq bu qanunun bazı olandan sonra onun qaydaları da olacaq, tənzimləmə vasitəsi də olacaq. Yəni bu dediyiniz məsələdə birinci blogerin öz vicdanı olmalıdır. Yəni də artıq bura vicdanı buraxmış oluruq da. Vicdanı olar. Yəni bu vicdanı da yoxsa artıq qanunverici tərəfi var. Yəni sən sabah rahatlıqla onun üstünə gedə bilərsən ki, sən lisenziyasız bir məhsul reklam elədin, üzümə çəkdim, üzüm yandı və yaxud bu qeyd eləmədim. Heç çəkmədən sadəcə şikayət edə bilərik ki, sən lisenziyasız məhsulu və insanların həyatını təhlükə elə. Bu da cinayət məcəlləsinə gedir. Birbaşa insanların sağlamlığına bilərəkdən zərər vermə kimi gedir. Bir də ürəyi doluymuş. yox, bilirsiniz necədir maraqlı? Qanunlar və şişə. TikTok məsələsində orada bir xaos var. Yəni reallıq budur. İndi başa düşüləndir. Facebookdur, LinkedIndir, Instagramdır, YouTubedur. İndi YouTube'da da biraz xaos ola bilər, amma səliqəli blogerlər var. Amma TikTok'da sizin dediyiniz kimi, keçdim sizə. Sizin dediyiniz kimi, orada bir xaos var ki, hansı ki nə qayda, nə qanundan xəbəri yoxdur. Eyni şəkildə mən bloger deyiləm. Sadəcə izləyici çoxdur, məni izləyənlər çoxdur. Reklam amma eləyirlər və hətta onların vəyn hesabları belə yoxdur bəzilərinin. Hamısı məni bloka salacaqlar. Yoxdur. Bəli, bir çoxunun onlar gözləsinlər. Onlar gözləsinlər, artıq qanun təsir dairəsinə düşürlər. Çünki yəni də qazanırsınızsa bunun vergisini vermək məcburiyyətindəyik. Daha hamı hər iş elədi də. Ümumiyyətlə bu qanunvericilikdə reklam məsələsində, yəni orada bir məhsulu aydın şəkildə reklam olduğunu yazanda insanlarda artıq bu şuuraltıda oyanma yaranır ki, bu reklamdır. Yəni artıq seçsə də əslində bu qanunvericilik bu influencerları da müəyyən mənada necə deyim, pis nəticələrdən qoruyur. Çünki sabahsı gün deyəcək ki, mən reklamı yazmışdım, bu reklam idi. Mən reklam eləyirdim, seçim onun özünündür də. Yəni o seçib buna belə bir şey olursa mən bəli, məsuliyyətdən azad edir. Bəli, çox ciddi məsuliyyətdən azad edir. Yəni o deyəcək ki, mən bütün öhdəliyimi qanunvericilikdə normativ aktlar nəyi tələb eləyirdisə, mən onu burada qeyd eləmişəm, paylaşmışam. Artıq bununla bağlı mənim eləyə biləcəyim heç nə yoxdur. Məşhur Kəmal Sunalın bir kinosu var. Filmin adını unutdum mən. Təxmin elədim hansı film deyirsiniz. Orada bir məhsul satacaqlar, soyuducuda satmaq istəyirlər. Satılmır. Sonra bina tikmək istəyirlər, olmur. Neynirlər? Xalqın içindən birini gətirirlər. Yəni bu Türkiyədə haqsız rəqabət oradan həmin illərdən başlayıb artıq müzakirə olunmağa. Neynirlər? Xalqın içindən gətirirlər. Kütləvi satış olur, amma neynir? Məhsul həmin məhsul deyil. O çıxır deyir ki, təklif edir ki, bunlar reklamdır. Avtomatik olaraq düşür aşağı. Bizdə də o reklam yazanda xalqda o istər-istəməz şuur altında oyanma yaranır ki, bu reklamdır. Mən bunu seçməliyəm. Görən düzdür yoxsa yox, nə edəcək?
Məsələn, bəzi alış-veriş səhifələrindən altında yazılanlara baxırıq ki, reklam ayrı Şərhlərə məsələdir. Gör o baxırıq. şərhlər Bəli. həqiqət alanlar nə deyir? Hə. Orada bizim üçün reklam sayılmır da. Çünki deyirik ki, bu alıb faktiki istifadəçidir. İstifadəçi təcrübəsidir. Reklamı yazmaq bizə istehlakçıya onu verəcək. Eyni qaydada onu təsir ediciləri də ciddi məsuliyyətdən azad eləmiş olacaq. Mən nəyi görmədim, bayaq elə üzərindən yüngül keçdim. Bilirəm ki, reklam haqqında qanunumuz belə bir səhv etmirəmsə maddə var, yəni səhv edirəmsə mənə düzəliş eləyər zəhmət olmasa, uşaqlara aid olmayan uşaqların özünün istifadə etmədiyi məhsullar reklamında uşaqlardan istifadə. Bəli. Buna icazə vermir səhvədə və əsas da həm reklam verənə, həm reklam yayıcıya da orada müəyyən bir mənalı bəli. məsuliyyət öhdəlik düşür də. Amma bizim bu influencer cəmiyyəsində kifayət qədər geniş istifadə olunur uşaqlardan. Mən məsələn xaricdəki o bəzi araşdırmalarımı eləyəndə xarici ölkələrdə necə baş verir. Orada hətta birmənalı şəkildə qadağan eləyiblər. Yəni ümumiyyətlə bu sahədə influencer təsir edici sahəsində uşaqlardan istifadəni qadağan edən ölkələr var. Bizdə bu tək elə reklam haqqında qanuna söykənib, elə onunla tənzimlənəcək, yoxsa çünki burada görmədim mən müəyyən bəndlər ki, hansı ki o sahələrə bloger və influencerlər üçün çox həssas yanaşsınlar. Bax bunu görmədim. Bəli, bizdə ümumiyyətlə, yəni uşaqlarla bağlı Azərbaycan qanunvericiliyi kifayət qədər həssasdır. Yəni açıq heç nəyi buraxmırlar. Həm Ailə Məcəlləsində çox ciddi tənzimləmələr var bununla bağlı. Həm eyni qaydada dediyimiz kimi, məsələn, reklamla bağlı olan qanunvericilikdə ayrıca nəzərdə tutulub bunlar. Sadəcə bizdə problemli tərəf nədir? Problemli tərəf Azərbaycanda tətbiq olunmayan bir neçə qanun var. Hansı ki, onların tətbiqi biraz yəqin ki, zaman alacaq. Zamanla o yerinə oturacaq. Biri əqli mülkiyyət hüququ sahəsində olan məsələdir. Yəni çünki orada da eyni pərakəndəlik var. Eyni qaydada reklam haqqında qanunda. Məsələn, reklam haqqında qanunda məşhur bir bənd var. Çox məşhur bənddir ki, əgər reklamınız, çölə vurduğunuz reklam xarici dildədirsə, Azərbaycan dilində deyilsə, mütləq mənada əqli mülkiyyət şəhadətnaməsi olmalıdır. Yəni imperativ normadır. Yəni yoxdursa, çölə reklam vura bilmərsiniz. Amma hal-hazırda bizdə o tətbiq olunmur. Eyni qaydada sizin dediyiniz, qeyd etdiyiniz uşaqlarla bağlı məsələlər, o da eyni qaydada bizdə hal-hazırda açıq olan nüanslardan biridir. Mən ümid edirəm ki, bu tənzimləmə ilə artıq o nüanslar da işin içərisinə girəcək. Çünki reklam eləyənlər qanunvericiliyin təsir dairəsinə düşdülər. Bundan sonra tək 26-1-lə deyil, digər maddələrlə də artıq qarşılaşacaqlar. Məsələn, dil haqqında qanunla toqquşma yaranıb. Qanun hal-hazırda nəyə ortaya çıxarıbdır? Influencer RPT-dirsə və reklam eləyirsə, o Azərbaycan dilində eləməlidir birinci. Yəni rus dilli blogerlər var və rus dilində reklam eləyirlər. Bəli. Bu mahiyyətdən ona gətirir ki, o adam birinci reklamını Azərbaycan dilində verməlidir. Yazılıda, yazılı olaraq onsuz da qanunda var ki, birinci Azərbaycan dilində, daha sonra digər dildə yaza bilərsən. Amma bu postunu Azərbaycan dilində olmalı. O zaman belə çıxır ki, yenə də Azərbaycan dilində danışmalıdır. Çünki bu efirlərdə siz görürsünüz, rus dilində reklam keçsin və ya yox. Maraqlıdır. O zaman onların işi necə olacaq? Ana dil haqqında qanunda bununla bağlı, yəni çox geniş bir tənzimləmə yoxdur. Sadəcə orada ana dil haqqında xarici dildə reklam varsa deyir. Azərbaycan əgər dildə səslənirsə, yəni video gedirsə, Azərbaycan dilində yekə şriftlərlə aydın şəkildə alt yazısı getməlidir. Xarici dildə də alt yazısı gedəcəksə, alt yazılar Azərbaycan dilindən daha kiçik yazılmalıdır. Ana dil haqqında qanunda bu formada, yəni Azərbaycan dilinin tətbiqi ilə bağlı olan hissədə xarici dildə reklamlar belə tənzimlənir bəli orada. O zaman elə tənzimləyə bilərlər. Yəni səsləndirmə eləsin üstündən. Səsləndirmə daha rahatdır, nəinki o boyda alt yazılır. Bəli, alt yazı aydın şəkildə, hər kəsin gördüyü şəkildə aydın şəkildə yazılmalıdır. Qanunverici formada tənzimlənir. Eyni nüans kosmetoloji müdaxilələrlə də bağlı məsələdir. Məsələn, istənilən bir influencer götürür belə story-da paylaşır. Burnumu, nə bilim, gözümü, qaşımı falan həkimin yanında sağ olsun, çox sağ olsun, dostumuzdur. İndi orada lisenziya məsələsi falan ortaya girəcək. Orada vəbşə aləm deyəcək bir-birinə sizə deyim. İndi böyük ehtimal yəni o xidmətin reklamıdır. Burada bir məsələni qeyd edeyim. Azərbaycanda hal-hazırda qanunvericilikdə bu tənzimlənmir. Yəni boşluq var bu hissədə. Hansı ki, səhiyyə ilə bağlı, həkimlə bağlı reklam olması, kiminsə təsir edicilərin bu mövzuda danışması.
Amma 2021-də Türkiyədə birmənalı şəkildə buna qadağa gətirildi. Həkim haqqında, hətta baytar həkimi, yəni hansı baytar klinikasını belə təsir edicilər qətiyyən reklam tövsiyə edə bilməzlər. Fransada 500.000 avro cərimədir. Bəli. Bizdə efirlər doldu həkimlərlə. Sosial medianı açırsınız, yalnız həkim şeylər çıxır qabağınıza, reklamları. Bəli. Yəni böyük ehtimal ki, yaxın günlərdə bunlarla bağlı, hansı ki, yenə deyirəm, bunların kökü rəqabət məcəlləsindədir. Yəni ümumiyyətlə bu gün müzakirə etdiyimiz qanunun əsası 2024-ün iyul ayında qəbul olunmuş, yəni rəqabət məcəlləsinin tətbiqi ilə bağlıdır. Yəni ona görə dəyişiklik dedilər. Bəli. Hal-hazırda Nazirlər Kabineti bundan bağlı normativ aktlar qəbul eləyir. Çünki tətbiqi hal-hazırda Azərbaycanda yoxdur. Yəni rəqabət qanunvericiliyi var. Deyək ki, haqsız rəqabət var, amma rəqabət pozucunun tənzimləyəcək, onu bazardan yığışdıracaq hər hansı bir normativ akt o yoxdur. Ona görə bu getdikcə hələ daha çox, yəni biz böyük ehtimal ki 4-5 bundan bağlı podkast çəkərik. Məncə gələcək bundan bağlı yenilənmələr. Yəni yenilənmə deyəndə qanuna əlavə dəyişikliklər ola bilər ki, gələcəkdə. Bəli. Yəni bu nümunə üzərindən bir şeydir. Məsələn, bir bloqerdir, gedir həkimdə burnun əməliyyat elətdirir və yaxud da dodağına dolğu vurdurur. Və bunun üçün 0.9 belə dolğu vurdursa, bu artıq girəcək şeyin qanunun tənzimləmə metoduna. Niyə? Orada da limit qoyalar. 0.5-dən aşağı sayılmır. Çünki bu nəyəsə qarşılığında oldu. Yəni o sənə dolğu verdi və yaxud sənə yeni burun verdi və bunun nəticəsində sən onu reklam eləmiş oldun. Bu barter əməliyyatı sayılır və bu barter əməliyyatı sayıldığına görə, burada bir mənfəət olduğuna görə sən onu reklam eləyirsən və orada təqin də yerləşdirməsən, tərəfdaşlıq nə oldu? O sənə burun verdi, sən də onu reklam elədin. Və o lisenziyalı fəaliyyət növünə düşdüyünə görə lisenziyasını da yerləşdirməlisən. Yəni əməliyyata gedib də adam. Yəni belə bir qəribə bir şey yarandı. Keyfiyyətli kontent paylaşan biri üçün sadəcə orada əlavəsi həmin o lisenziyanı və vəyin hesablarını paylaşmaq oldu. Belə baxanda. Çünki o vergisini verir, o öz dövlət qarşısında öhdəliyini bilir, reklam qaydaları ilə, qanunları ilə tanışdı. Sadəcə burada o sertifikat. Bəs onda niyə etiraz yaranıb bu qədər sosial mediada? Nədir bu problem nədir? Mən düşünürəm ki, qanunvericiliyin bu hissəsi məhdudiyyət kimi başa düşülür. Belə düşün, məsələn, hər hansı bir qadağa gəlir və ya qadağa kimi başa düşülən məsələ ortaya çıxır. Onda insanlar deyir ki, mənim çörəyim əlimdən getdi, mən bu bazardaydım, tanınırdım, necə eləyəcəm? Yəni xaotik bir vəziyyət olur, sonra durulma meydana gəlir. İndi hal-hazırda ortalıq bulanıqdır, yavaş-yavaş durulacaq. O da həmin qanunvericiliyin şərhi ilə bağlı. Bununla bağlı hal-hazırda Azərbaycanda dediyim kimi hər hansı bir şərh olunmadı, bununla bağlı bir açıqlama verilmədi. Yəqin ki, yaxın günlərdə getdikcə bu açıqlanacaq. Bununla bağlıdır. Yəni bununla əlaqəli məsələ. Yəni bu elə bir başa düşürlər ki, bu yəni qanunun təsir dairəsinə ancaq təsir ediciləri göstərirlər ki, sanki onlardır. Amma əslində onlar deyil. Yəni burada bir mənalı şəkildə biznes subyektləri buradan qaçınılmazdır. Yəni əsas hissəsi, əsas təsir dairəsi onlardır. Yəni bloqerlərin, influencerlərin təşvişə düşmə səbəbi məzmun şəffaflığının ortaya çıxmasıdır. Hə. Məzmun şəffaf, ondan qorxurlar. Çünki elə bloqer var ki, yəni maşın ancaq əldən bu reklam, həyatı product placementdir, evi barterdir, maşını barterdir, telefonu barterdir. Bu adam ümumiyyətlə reklam tatusu eləyib burada gəzməlidir. Yəni bu səviyyədədir hər şey. Bu o adamlar artıq köynək, #köynək reklam. Köynəkdə böyün falan hamısı qeyd olunur da. Yəni məsələ budur. Onlar da o qədər yük istəmirlər axı yəni. Öhdəlik çoxalır. 5 dənə story paylaşsaq, hərəsində bir dənə şirkətin vöyünü falan olmur. Yəni. Onda heç sonra yavaş izləyicilər də azalacaq ki, bu elə başdan reklam. Onsuz da bir, yəni qanunun əsası odur. Əsas odur ki, istehlakçı yəni bilsin, başa düşsün ki, aldanmasın. Yəni aldanmamasının səbəbi nədir? Mənim reklam elədiyimi bilməlidir ki, mən bu məhsulu, bu xidməti reklam eləyirəm. Bunu bilsə, avtomatik olaraq orada yanılma payı ortadan qalxmış olacaq. Maraqlıdır nələr olacaq. Görək nələr olacaq. Amma reklam da yalandır demək deyil də. Bunu da lütfən bəli. əks mənada anlamasın. Hələ ki o anlayış tam olaraq formalaşmır. Reklamı ancaq neqativ olaraq danışır reklamdan və bizdə də artıq istehlakçılar da o qədər çaşqınlıqda olublar ki, bəzən məlumatlar səhv verilib, düz verilib, nə bilim necəsə verilib. Reklamın özünə də, reklam sözünün özünə də o qədər inamsızlıq var ki, reklamı ancaq neqativ
fikirlə Belə bir algılayır fikir var da, insanlar. yaxşı bir məhsul reklama ehtiyacı yoxdur. Reklam olunursa burada nəsə var. Adətən belə bir şey formalaşmış Bəs necə olur. desin ki, bu məhsul məndə var, gəl bax, bu artıq göstərin, başqa reklam bir- eləməlidir də. Bu başqa bir şeydir. Yəni müəyyən bir kütlə var ki, indi kütlə sözü belə yanlış anlaşılmasın. Yəni müəyyən izləyicilər var ki, heç izləyici də deyil, sosial mediadan da xəbər yoxdur. Amma tutaq ki, kimsə paylaşım eləyəndə mən bilmirəm, mən yəni bloger deyiləm, amma tutaq ki, deyirəm 2-3 dənə reklam artıq paylaşsam, kimsə mənə altına yazır ki, nə oldu, dayanmadan reklam paylaşırsan, Mən sizə məsələn. deyim, bu qanun brendlərin influencerlara reklam verməsinə də təsir eləyəcək. Agentliklərin də burada əslində bilmək istəyirəm. Daha çox aktiv idi. Brend baxırdı ki, TV-yə çıxmaq bahadır, TV-də o qədər şərt var, ancaq Bəli. bu bloku götürməsə, influencer girib reklam verirdi, heç hiss eləmirdi insanlar. Mikro influencerlərdən influencer. çünki makrolarda heç də qiymət ucuz deyil. Yox, ümumiyyətlə mən TV-yə brendin baxanda düşüncəsini nəzərdə tuturam. Yəni brend deyirdi ki, bu daha orqanik reklam növüdür. Girin bura, burada bilinmir onsuz da. TV-də, radioda standart reklamlarla çıxmaqdan. Bəli. Amma qanun gəldi influencerları şablonlaşdırdı. Bəli. İnfluencer Bəli. elə bir ki, reklam yeri ayırdı, bir çərçivə ayırdı, saldı onun içinə. Və bu brendə avtomatik yenə brenddə bir sual yaradacaq ki, mən girim bura yoxsa yox. Artıq vaxt almaq kimi bir şey oldu influencerdan. Reklam yer almağa döndü bu. Agentliklər də var. Məhz bu işlərlə məşğul olan influencerlər və şirkətlər arasında vasitəçi Onların işi olanlar. çətindir. Onlardan O da var hələ. danışsaq, bir dənə podkast çəkək. Çünki mən qanunlara baxanda fikirləşdim ki, yalnızca influencerla şirkətlər birbaşa əməkdaşlıq Əslində eləmirlər. onlar da belə deyək də reklamın verilməsinə səbəbkar bir Bəli. MMC-lər olacaqlar. Və onlar Yəni onlar da hər halda məsuliyyət çərçivəsinə girəcəklər, yoxsa necə olacaq bu? Çünki tutaq ki, sənin bir agentliyin var, mən səndə ya da ki, mənim agentliyim var, sən influencer kimi çalışırsan, reklam verən Əli müəllimdir, mənə müraciət edir ki, influencerlərə bu reklamı payla, mən ötürürəm sənə və sən paylaşırsan və vasitəçi olaraq da Əli müəllimin VN mən hesabını sizə belə bir paylaşırsan. şey deyim də, orada çox sərt bir toqquşma meydana gəlir. Nədir məsələ? Əvvəllər böyük brendlər kiçik influencerlarla işləmirdilər. Ümumiyyətlə işləmirlər. Çox az brend var belə. Çünki influencerlar 1 deyir, 5 deyir. 20 dənə influencer almaq istəyir. Ortada bir vasitəçi şirkət çıxar. Çünki o 20 influencerin 20-sinin də vəyini yoxdur. Bəli. Bu vasitəçi şirkət bu şirkətdən rəsmi ödəniş alır, ana şirkətdən. Ana şirkət artıq təmizdədir. Bu bütün qanunvericiliyi hər şeyini ödədi bu ortadakı şirkətə. Bu ortadakı şirkət artıq reklam paylayanda burada qanunsuz davranışlar eləyir. Köçürmə eləmir, cibindən verir, kart əməliyyatı eləyir. İndi qanun girdi ortaya və qanun da deyir ki, artıq o aldığın sifarişdən hüquqi məlumatları göstərməsin. İndi hüquqşünasımız buna aydınlıq gətirə bilər ki, ortada bir vasitəçi şirkət var deyək ki. Məsələn, aldı bir X şirkətdən reklamı influencera paylayır. O influencer o ortadakı vasitəçi şirkətin adını yazmalıdırmı, yoxsa brendin adını yazmalıdırmı? Bəli. Məndən soruşsaz məncə brendin adı yazılmalıdır, çünki onun məhsulunu reklam eləyir. Bəli, bəli. Burada bir mənalı şəkildə deməli ya influencer həmən agentliklə hansı ki, şirkətlə ya xidməti müqavilə bağlamalıdır, ya da əmək münasibətində olmalıdır. Yəni başqa cür mümkün deyil. Birinci burada bunu tənzimləyirik. İkincisi hansı məhsulu paylaşırsa onu qeyd eləməlidir. Çünki faktiki satdığı məhsul odur, əmtə odur və ya xidmət onun xidmət olduğuna görə vasitəçisini paylaşmayacaq. Bəli. Əgər ortada mübahisə yaranarsa, vətəndaş necə eləyəcək? Ortada mübahisə yaranarsa, ikisi də cavabdehdir artıq. Şirkət də cavabdehdir. O məsələdə influencer da cavabdehdir. O birbaşa reklam elədiyinə görə cavabdehdir və ya istehlakçını yanıltdığına görə cavabdehdir. Digəri də hansı ki o xidməti alıb onu efirə çıxartdığı və ya onu səbəb olduğuna görə yəni məhkəmə qaydasında necə tənzimlənir? Hər ikisi cavabdeh olaraq çıxış edir orada. Dedim ki, amma influencer orada ya bəli, qaçış yoxdur. Influencer orada ya xidmət müqaviləsi ilə göstərməlidir ki, yəni bunu rəsmi tələb olsa göstərəcək. Orada efirdə göstərməyinə ehtiyac yoxdur. Göstərəcək ki, mən bu şirkətin xidmət göstərirəm qarşılıqlı, ondan alınan pulu buram. Çünki mübahisə yaransa, bu pulu hardan aldığını sübut eləməlidir ki, mən buradan almışam. Ondan ötürü də arasında ya əmək münasibətində olmalıdır. Yəni oranın işçisi olmalıdır, maaş almalıdır. Ya da ki, xidməti müqavilə olmalıdır ki, arasındakı hüquqi tənzimləmə olsun. Yoxsa yəni dolayı pulun dövriyyəsi var da, hədə. Yəni şikayət eləmək istəyən adam nə edir? Qaydasını öyrədir. Sən də hamısını öyrədirsən. Salam X şirkətidir. X şirkətinin vəyini falandırsa, məsələn, şikayəti sorğunun göndərəndə araşdırılır ki, bu influencerla X şirkəti arasında bağ varmı? Məsələn, X şirkəti burada özünü təmizə çıxardıb, atıb bunu, məsələn, vasitəçi şirkətin üzərinə, o qalacaq qıraqda. Artıq tənzimləmə qeyd olunan kimi o vasitəçi şirkətlə bu influencer arasında olur ki, okey, bunu eləmişsiniz, bəs necə olub? Necə köçürmə eləmişsən buna? Bəlkə sən kart əməliyyatı eləmişsən.
Buna da anti-insar baxır. Yəni mən Anti-insara bu günlərdə çox şikayət gedəcək, hiss Bu eləyirəm. günlərdə bu birinci gün Başlayıb ona artıq. gəliblər sistemin arxasına açıb baxıblar. Ya doğub da belə. Yəni influencerlər arasında bir influencerlərə olan biraz heyt var. Yəni bir influencerlərin özləri arasında bir heyt var, nifrət var, bir-birlərini şikayət etməyə. Məncə yəni bu əməlli başlı yəni bir iş olacaq. Anti-insar oturub bu influencerlarla məşğul olacaq. Başqa işlərlə var. Mən sizə deyim ki, yəni aidiyyəti orqan ilk dəfədir ki, artıq öz funksiyasını real şəkildə yerinə yetirə biləcək vəziyyətə gələcək. Çünki adətən bizdə rəqabət qanunvericiliyi yox idi deyə, yəni anti-insara təklik, məsələn, getdi falan yerdən aldı, şikayət edirdi ki, mənim paltarım, nə bilim, aldım bir paltar, bu deyək ki, defekti var, amma geri qaytarmır. Götürüb onu şikayətini anti-insar edirdi. Anti-insar da ona məlumat yazırdı ki, bunu açıqlama ver, o da tez vətəndaşın və ya alıcının pulunu verirdi ki, istehlakçısını ala pulunu, sən canı şikayətini geri çək. Amma indi artıq həqiqi mənada funksional iş görəcək anti-insar. Yəni daha çox inkişaf eləyəcək. Araşdırma çətin, hər məsələnin ardınca düşmək, onun doğruluq payına olub-olmadığını baxmaq, yəni kalan işləri var. Yəni bir yerə qədər də bazar tənzimləmə məsələsi var. Bir yerdə artıq. Çünki indi var artıq Fərdin sözünə qüvvət. Artıq mən bir neçə blogerlərdə görmüşəm ki, yazıblar ki, reklam qaydalarını pozursuz, o da götürüb paylaşır ki, bu reklam deyil. Və sonra girdim, baxdım ki, sosial mediada da eyni məsələ var. Yəni artıq bir ictimai qurum kimi yaradırlar özləri. İctimai şeylər yaranıbdı, səhifələr yaranıbdı. Səhifələr, qurum yox, səhifələr, bəli. Hətta birinin qəribə adı var idi. İnsan yönümlü reklamlar. Bu insan yönümlü şəhərlərdən ilhamlanıbdı. İnsan yönümlü mənə reklamlar. maraqlıdır ki, yəni işləri ancaq icmadır və işləri ancaq influencerlara şikayət eləməkdir. baxıb, yəni şikayət eləmək deyərkən reklam paylaşılıbsa, əgər qanun pozuntusu varsa o şəkildə şikayət Bəli, qanun pozuntusu varsa şikayət edirlər. Süni intellekt. İnsan yönümlü. Süni intellekt basılı qalıb ona görə məncə. Çox sağ olun, təşəkkür edirəm. 1 saat necə gəlir? Hələ 1 saat da keçmişik. Maşallah nə qədər Keçdi bilmirəm. ya. Keçdi. Çox təşəkkür edirəm hər Çox sağ ikinizə olun. də. Təşəkkür Mümkün olun. qədər vaxt məsələsində hər məsələyə toxunmağa çalışdıq. Detallara keçməyə çalışdıq. Düşünürəm ki, bir çox məqamı aydınlaşdırmış olduq. Minnətdaram hər ikinizə. Çox təşəkkür Çox sağ olun, edirəm. biz təşəkkür edirik ki, Biz podkastımızla bağlı da düşünməliyik. Hə, reklam. Sponsorum yoxdur usta hazırda. Heç bir problemim yoxdur. Özümə düşdürürəm. Amma bu məsələlər olarsa əlbəttə ki, biz də artıq rəqəmsal platforma təsirçiləri olaraq belə bir şey olacaq. Birinci Mən ümid özümüzdən edirəm ki, başlamalıyıq. Bəli. Mən rəqəmsal platforma təsirçiləri bilmirəm, amma marketinq tərəfdən təsirçi olduğumuza inanıram. Buna əminəm ki, biz yaxşı faydalı məlumatlar paylaşırıq ki, insanlar da təsirlənsin və daha çox maariflənmiş olsunlar. Təşəkkürlər döndərdim. izlədiyiniz üçün təşəkkürlər. Pozitivə çəkdim məsələn. Pozitivə çəkdim. Əslində məsələ Buraxılışdan pozitivdir. sonra mütləq danışaq bu məsələ. Mütləq. Növbəti buraxılış üçün. Çox sağ olun, təşəkkür edirik bizimlə olduğunuza görə. Növbəti podkastda yenidən eşidilərək. Əgər bu məsələ ilə bağlı fikirləriniz varsa, mütləq şərh bölməsinə yazın, bizi izləyin, abunə olun. Bu heç bir reklam deyil, sadəcə kanala abunə olun ki, biz də sevinək, davam edək. Burada adları çəkilən markalarda nümunə üçün misal. Yəni də olsa bir də Birinci cərməndən biz oluruq da. podkast çəkib cərmə. Sağ olun. Yəni çox sağ olun, təşəkkürlər.